Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. 5-ci Çağırış Respublika Xalq Yığıncağının 46-cı sessiyasında deputatlar ondan çox məsələ nəzərdən keçirib. Buraya dövlət mükafatları haqda qanun layihəsi, torpaqların meliorasiyası barədə qanun layihələri də daxil idi. Respublikanın Sənaye, Ticarət və İnvestisiyalar Nazirliyində keçirilmiş müşavirədə sənayenin inkişafı məsələləri müzakirə olunub. Tədbirdə ali təhsil müəssisələrinin rektorları, elmi dairələrin nümayəndələri Respublikanın sənaye siyasəti barədə söhbət açıb. Profilli nazir Yusuf Umavov qeyd edib ki, Respublika rəhbərinin məhz bu sahənin inkişafını önəmli layihələr siyahısına daxil etdiyi nəzərə alınaraq, ötən il gedişində sənaye istehsalı müəssisələrinə maraq artıb. Cari ilə qarşıya qoyulmuş əsas məsələ xarici istehsal məhsullarının əvəz edilməsidir. Məqsədə nail olmaq üçün sənaye müəssisələri və elmi təşkilatlar yeyinti və emal etmə sənayesi üçün idxalı əvəz edəcək avadanlığın işlənməsi və mənimsənməsi üzrə təkliflər hazırlamalıdır. Ağsaqqallar Şurası Dağıstan imicinin formalaşmasında kütləvi məlumat vasitələrinin ictimai funksiyaları və rolu ətrafında müzakirələr aparıb. Müşavirədə qəzet və jurnalların, televiziya şirkətlərinin rəhbərləri, eləcə də İnformasiya və Mətbuat naziri Aznavur Hacıyev, Respublika rəhbərinin müşaviri Denqa Xalidov iştirak edib. Tədbirdə çıxış edənlər müasir kütləvi informasiya vasitələrinin ictimaiyyətin konsolidasiyasına səy göstərmələri gərəkliyi üzərində dayanıb. Tədbir Ağsaqqallar Şurasının 2015-ci ilə fəaliyyət önəmlərinin müzakirəsi ilə başa çatıb. Cari il Dağıstanda 12 bələdiyyə qurumu ərazisində 46 çox mənzilli evlərdə əsaslı təmir işləri aparılacaq. Müvafiq məlumatı Dağıstan Əsaslı Təmir Fondunun rəhbəri Məhəmməd Əliyev səsləndirib. Onun sözləri ilə cari ildə əsaslı təmirin təmininə 380 milyon rubl vəsait tələb olunacaq. Müvafiq proqrama 170 min kvadrat metr mənzil daxil edilib. Əliyev Dərbənddən başqa bütün bələdiyyə qurumları ərazisində əsaslı təmirin təminində yeganə maliyyələşdirmə mənbəsi kimi sakinlərin aylıq ödənişləri hesabına toplanmış vəsait nəzərə alınır deyib. Dərbəndin 2000 illiyinin bayram edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər nəzərə alınaraq, buraya əsaslı təmir xərclərinin müştərək hissəsi kimi 204,9 milyon rubl məbləğində vəsait göndəriləcək ki, bunun 60 milyon rublu mənzil kommunal təsərrüfatının islahatlarına yardım fondunun, 52,4 milyon rubl Respublika büdcəsinin, 30 milyon rubl Dərbənd şəhər dairə büdcəsinin və 61 milyon rublu mənzil sahiblərinin vəsaiti hesabına təmin ediləcək. Xatırladaq ki, ötən il müvafiq proqram üzrə Mahaçqala, Kaspis, Dərbənd şəhərlərində, Botliq və Qayakənd rayonları ərazisində 30 çox mənzilli evlərin əsaslı təmirinə 230 milyon vəsait sərf olunub. Dərbənd şəhər başçısı vəzifəsini icra edən Mövsüm Rəhimov fəaliyyətə başladığı bir neçə həftə müddətində şəhərin problemləri ilə maraqlanır. Yeni başçı Dərbəndin yuxarı hissəsində yaşayan məhəllələrdə olaraq əhali ilə görüşüb. O, sakinlərin su problemlərinin həlli və küçələrin hər gün təmizlənməsi ilə bağlı tapşırıqlar vermişdir. Dərbəndin 2000 illik yubileyinin bayram edilməsinə hazırlıqla əlaqədar Mövsüm Rəhimov Dərbəndin icra orqanlarında çalışan əməkdaşları səfərbərliyə səsləyib. Ötən il Dağıstanda kənd təsərrüfatı məhsulları istehsal həcmləri əvvəlki ilə nisbətən 8,7% artıb. 2014-cü ildə Respublikada 137,2 min ton üzüm toplanıb. Meyvə və gilə meyvə həcmləri 108,1 min tondan ibarət olub ki, bu da əvvəlki ilə müqayisədə 10,6% azdır. Ət istehsalında artıma nail olunub. Cari il yanvar ayının 1-nə müxtəlif kateqoriyalı təsərrüfatlarda iri buynuzlu malqaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2%, xırda buynuzlu malqara 3,1%, quş 10,6% artıb. Siz son xəbərləri dinlədiniz.